Cəlilabad rayonunda faciəli hadisə baş verib. Meyvə bağı ərazisində işləyən 21 yaşlı gənc suvarma hovuzunda boğularaq ölüb. Hadisə rayon mərkəzində yerləşən meyvə bağı ərazisində qeydə alınıb. İlkin məlumatlara əsasən, rayon sakini Kənan Mahmudlu sərinləmək məqsədi ilə paltarını çıxararaq suvarma hovuzuna daxil olub. Ehtimala görə hovuzun dərin olması səbəbindən o suda boğulub. Bir müddət sonra Kənanın geri qayıtmadığını görən iş yoldaşları əvvəlcə onu bağ ərazisində axtarıblar. Axtarışlar nəticəsiz qaldıqda isə onun hovuzda boğulduğu ehtimal edilərək Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Hadisə yerinə cəlb olunan xilasedicilər suvarma hovuzunun suyunu boşaltdıqdan sonra 21 yaşlı gəncin meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq baş vermə səbəbləri hüquq mühafizə orqanları tərəfindən müəyyənləşdirilir.